Hello əzizlərim, bayaqları temi bağlamam gəldi, gözləyirdim bunu, İnşallah bu şəkildəki kimi çıxıb, çox gözləyirdim, çox. İlk olaraq bunu göstərim, sonra gözlədiyim bir şey göstərəcəm, bu belə yoga na stuludur. Bilirsiniz ki, mən müalicəvi idman sevmirəm, yalan nə deyim. Amma müalicəvi idman etmək məcburiyyətindəyəm. Ayağım qırılandan sonra ayağıma əziyyət olmasın deyə edə bilmirəm. Bu isə yəni əyilib dura bilməyən yaşlı nəsil üçündür. Снижение веса, улучшение подвижности, в общем, burada belə bir təsərrüfatı ilə göstərilir. Stulda oturaraq cürbəcür, yəni ki, özünə ağırlıq etmədən cürbəcür hərəkətlər etmək olar ki, hansı ki dartınmadır. Dartınma özünüz bilirsiniz də, əzələləri möhkəmləndirir və sağlamlığa xeyirdir. İnşallah bununla idmanımı edəcəm. Və gözlədiyim, deməli, Xloya firmasının Xloya çox tanınmış bir çantası var. Hardasa bizim pulla 3000, 2000 nə qədərsə 2500, 2700, 3500 arasıdır. Və mən birəbir kopyasını bir səhifədə gördüm. Dedi ki 170 manatdır. Test şəklini çəkdim və Temoya verdik. Səbətə atdım. Endirimdəydi. 34 manat neçə qəpiyə düşmüşdü. Yəni ki, hər kəsin endirimi ayrı-ayrıdır. Yəni sizin sifariş etməyinizdən, kuponlarınızdan asılıdır. Ümumiyyətlə, mən Temudan nə vaxt nəsə almışamsa çox gözəl çıxıb keyfiyyəti. Rəylərə də baxdım, gördüm ki, qəşəngdir keyfiyyəti barədə. Belədir. Nə deyirəm, bu niyə balacadır, böyük olmalıydı. Belə bir, indi düzəldim bir dəqiqə. İndi içinə nələrsə əşyalarımızı biz qadınların çantasında nələr desəz var. İçərisi belədir. Daha sonra burada belə bir fermuar deyirlər də, zamok molniyası var. Bu buradan açılır, bağlanır. Əvvəl elə bildim ki, xarab gəlib, amma bunun qaydası var imiş ki, oradan da düzəltdim. Bunu belə eləyib daha sonra bağlayırsınız. Deyir altdan düyünləndi nəmli və bir də belə. Bir saniyə. Burada da bir cibi var və bu belə örtülür. Mən çox bəyəndim. Özüm kimi zövqlü ikinci xanım tanımıram da. Bir dəfə bir xanım bunu belə demişdi. Özüm kimi mən ara sıra vaxtaşırıq sözü deyirəm. Ay da özgüvəni aşağı olanlara nətər pis təsir eləmişdi ki, siz çox iddialısınız. Siz özünüzü çox sevgili sayırsınız. Sayır da. En qədər insan var, en qədər zövq var. Sizi bu niyə yandırsın ki? Demək, əzik, xarakterli insandır ki, o mənfi rəy yazanlar ki, bunlara pis təsir. Şəxsən o xanım dedi ki, mən özüm qədər zövqlü birisini tanımıram. Mən də sevindim ki, mənim kimi özünə əmin, öz zövqünə əmin ikinci bir xanım görürəm. Və yaxşı da belə xoş rəylər yazdım. Çünki mən əzik deyiləm. Çünki mənim özgüvənim var. Çünki mən ailə və cəmiyyət qapazaltısı deyiləm. Sumkanızı çox bəyəndim. Mənə mübarək, sadəcə indi bir qədər əzik təhərdir. Çünki adətən biz çantanı alanda içini doldururlar, axımını doldurmayıblar. İndi içinə nələrsə yığandan sonra çanta alınacaq, gözəl olacaq. Burada da bu zamoku var. Görürsən, bunun zamoku bağlanır mı? Güyədə. Nəysə, bir şarım kimidir. Çantanı bəyəndim. Belə zeytun rəngindədir. Bu arada mənim bu rəngdə əsl dəri olan kurtkam var, gödəkçəm var. Qazaxıstan istehsalı. O ilə qəşəng tutar. Bir çox şeylərlə qəşəng tutar. Yəni ki, o demək deyil ki, rəngi eyni olmalı. Özüm kimi zövqlüsünü tanımıram. Başlayın, gəlin özgüvəni aşağı olanlar. Bu sözü qıcıqlandırılanlar rəylərə doluşun. Neysə, hamınızı sevirəm.